Kərbəla bir dənə kitabdır ki, Kərbəlada şək şübhə yoxdur. Yəni, haqq olmağında nə şək şübhə adam eləsin? O adam ki, ya, Kərbəlanın haqq olduğuna hələ genə də sualla yanaşır, şübhə ilə yanaşır. İmanın yoxlamaq lazımdır öyle adamın. Ağlın yoxlamaq lazımdır. Çünki bu iman din məsələsi də deyil. Nə qədər adam ağılsız ola ki, gəlib Kərbəlaya çatanda yenə o da oturub fikir görürsən, haqq olub, yoxsa batil olub. Kərbəladan gedir söhbət kişi. 6 aylıq balasını verən adamdan gedir söhbət. Sən yenə də hələ hindi sualdasan ki, şübhədəsən ki, görəsən kim haqq olub, kim batil olub. Sən elə çatmır ki, ya 6 aylıq balanı öldürən haqq ola bilməz. Batildir, özü də aşkar batil. Çox ola bilər hansısa bir hadisədə şübhiyə düşəsən. Görəsən kimdir burada əyri, düz, kimdir haqq, kimdir batil. Kərbəlaya qədər o qədər hadisələr olmuşdu ki, bəli, o hadisələrdə, məsələn, Həzrət Əli ilə Xəvaricin döyüşü, Həzrət Əli ilə Muaviyyənin döyüşü. Bəli, onlarda adam fikirləşirdi ki, hələ yenə də orada haqq qazandırmaq olmur, ha? Çünki söhbət Həzrət Əlidən gedir. Bir tərəfdə ki, Həzrət Əli varsa, qutardı, getdi. Deyir biri, Peyğəmbərin yapışır yaxasından ki, yox, sən mənə, bu mənim haqqımdır, verməlisən. Halbuki o şey Peyğəmbərin haqqı idi. Peyğəmbər də deyir, yox, mənimdir. Bu adam deyir ki, onda şahid gətirsinə. Peyğəmbərə deyir. Sən şahid gətirməlisən. Peyğəmbər deyir, şahidim yoxdur, amma mənimdir. Belə bir məsələ olub tarixdə. Deyir, Həzrət Əli əleyhissalam gəlib çatır bura. Görür ki, bu adam Peyğəmbərlə mübahisədədir. Peyğəmbər deyir, mənimdir, o inkar eləyir və Peyğəmbərdən də şahid istəyir. Çatan kimi tutur bunun yaxasından, bir çəkir qulağının dibinə. Deyir, ya Əli, sən niyə belə eləyirsən? Deyir, kişi, sən bundan şahid istəyirsən. Allah bunu bütün aləmə şahid göndərib. Quranda deyir, İnna ərsəlnəkə şahidən və mübəşşirən və nəzira. Əhzab surəsində. Ya Peyğəmbər, biz səni şahid gətirdik. Və ci'na bikə alə haulai şəhida. Qiyamətin günündə Allah bu kişini bütün bəşəriyyətə şahid gətirəcək. Şahiddən şahid istəyərlər. Yəni, sənin ağlın gedib. Sonra deyir, Həzrət Əli əleyhissalamın ona o, belə deyək, qəzəbin görəndə, Əsədullah budur da, Allahın şiri. O Əsədullahlığın görəndə, deyir, yox, mən istəyirdim bu malı mənimsiyim, mənim də öyle ancaq. Sonra başlayır qəbul eləməyə, etiraf eləməyə. Yəni, söz buradadır ki, adamın ağlı nə qədər gedə ki, kimdən nə istəyə. Gələ, deyək ki, görəsən, Həzrəti İmam Hüseyin əleyhissalam səhvdir, yoxsa Yezid səhvdir. Hansı haqdır, hansı batildir. Həzrət Əlidə də mümkün deyir. Həzrət Əli əleyhissalam əgər davanın bir tərəfində varsa, qutardı. Davanın bir tərəfində xanım Zəhra varsa, qutardı. Çünki Peyğəmbər bunlar üçün deyib də, bunlarla müharibə eləyən mənlə müharibə eləyib. Bunları sevən məni sevib. Bunlara itaət mənə itaətdir. Bunlara itaətsizlik mənə itaətsizlikdir. Bunları razı salan məni, bunları incidən məni incidib. Bunları kim üçün deyib? Əhl-i Beyt üçün deyib. İndi hadisənin bir tərəfində Əhl-i Beyt dayanıb. Camaat yenə şəkk şübhədədir. Eybi yox da Allah gör hüccəti nətər tamam eləyir. O adamlar ki, yenə də Həzrət Əlidə, Həzrət Fatimədə, İmam Həsəndə hələ də şübhədə idilər. Allah haqqı biraz da aşkar elədi. Batilliyin də batilliyin son həddə qədər aşkar elədi. Çünki batildə olur ki, bəzən haqq cilvələnir. Ona görə seçmək olmur ki, görəsən bu düzdür, batildir, yoxsa haqdır. Amma zaman gəlir. Batil elə batilliyi aşkar olur, bir damcı da olsun, onda haqqın cilvəsi olmur. Və haqqın da həqiqəti o qədər aşkar olur ki, batil deyib şübhiyə düşmək üçün yer qalmır. Bax, Kərbəla hadisəsi belə bir hadisədir.
haqqın tam aşkar olduğu, batilin də tam şəffaf olduğu bir hadisədir. Sən gəlib indi bunun barəsində şək şübhəyə düşürsən. Yəni onda belə çıxır ki, haqq nə qədər aydın olsun sənə ki, haqq nə qədər aydın olsun sənə ki, sən qəbul eləyəsən. Da Allah neynəsin sənin üçün? Ya batil nə qədər aşkar olsun ki, sən qəbul eləyəsən ki, həqiqətən də bu batildir. Bir həddə ki, İmam Hüseyin ağa deyirdi, dinimiz olmasa da kişiliyimiz olsun. Yəni söhbət heç din söhbəti də deyir. İnsanlıq söhbətidir. Bu adamların insanlığı da yox idi. Bunlar vəhşi heyvandan da pis idilər. O Quran buyurur ha. Ulaikə kəl-ən'am bəlhum əzəl. Onlar heyvan kimidirlər. Bəlkə onlardan da azdır. Onlardan da dəhşətlidirlər. Aşağıdırlar. Zəlalətdə. Ustadlardan birinə sual verdilər ki, nətər insan heyvandan aşağı ola bilər? Deyir, insan gəlir Peyğəmbəri öldürməyə. Amma heyvan gəlir Peyğəmbərin olduğu yeri hörmüçək gəlir, toxuyur ki, Peyğəmbəri qorusun. İndi burada heyvan yaxşıdır, yoxsa insan yaxşıdır. İnsan gəlir Peyğəmbər öldürsün, heyvan gəlir Peyğəmbəri qoruyur. Əshab-ı Kəhvin iti qoşuldu, Əshab-ı Kəhvinlə getdi. Amma biz deyirik ki, yox, düz deyil, insan, Quran insanı təhqir elədi, Quran insanı heyvanına, yox, reallıq da bu cürdür. Reallıq da bu cürdür. İnsan filləri çəkirdi, gedib dağıtsın, quşlar gəldi, Kəbəni qorudu. Adam gedir Kəbə dağıtmağa, quş göydən gəlir dimdiyi ilə daş, Kəbəni qorumağa. İndi Kəbəni dağdan üstündür, yoxsa Kəbəni qoruyan heyvan Kəbə qoruyur ki, belə hallar olub. Heyvan Peyğəmbər qoruyur, heyvan din qoruyur. Amma Zülcənah İmam Hüseyin əleyhissalamı atdan yıxanda hücum çəkir məlunların üstünə. Neçə nəfəri də tarixdə var, məqtəllərdə var ki, o Zülcənah öldürüb. Amma İmam Hüseyin əleyhissalamı öldürürlər. Ulaikə kəl-ən'am bəlhum əzəl. Bəzi insanlar belədir. Haqq nə qədər sənə şəffaf olsun ki, sən qəbul eləyəsən. Danışırsan, deyir, yox, orada, yox, elə döy, belədir. Qardaş, bunun batilliyi, uşaq qatili, haqq ola bilməz.